Fəqərarası disk yırtıqları boyun, döş, bel nahiyədə olur əsasən. Ümumiyyətlə orqanizmdə 23 ədəd fəqərarası disk var. Boyun nahiyəsinin fəqərarası disk yırtığının əlamətlərini sayım. Əgər bir şəxsdə boyun ağrısı ola bilər, çiyinlərə yayılan ağrı ola bilər, əllərə yayılan ağrı ola bilər, hətta əl barmaqlarının keyməsinə kimi gətirib çıxara bilir. Bu əlamətlər varsa, artıq fəqərarası disk yırtığının boyun nahiyəsində şübhələnmək olar. Ən əsas da insanlarda boyun fəqərarası disk yırtığının əlamətləri özünü necə büruzə verir? Deməli, fəqərarası disk yırtığı zaman sinir kompressiya olunduğu üçün, sıxıldığı üçün, həmin nahiyədə əzələ də gərginləşir və spazm olduğuna görə artıq baş beyində qan dövranı zəifləməyə başlayır. Və bu qan dövranı zəiflədikcə insanlarda tənbəlləşmə yaranır. Yəni, pasiyentlər müraciət edəndə hətta bildirirlər ki, 24 yaşı olan bir pasiyentdir. Keçən il 23 yaşımda daha aktiv idim. Bu yaş illəri isə daha tənbəlləşmişəm. Bu artıq həmin problemi göstərir və dostanış arasında oturanda hamı həmin o pasiyentə bildirəcək ki, nəsə problem var, narahatsınız. Nəyə görə elə deyirlər? Çünki qan dövranı zəiflədiyi üçün istər-istəməz insanın simasında tənbəllik olur. Sanki bu adam, belə deyək, bir kamaz daş boşaldıb, indi gəlib oturub. O hissiyatı verir. Bunlar hamısı boyun fəqərarası disk yırtığının əlamətləridir. Ağır formalarda isə baş gicəllənməyə, ürək bulanmaya, hətta yaddaşın zəifləməsi və görməyə belə təsir edir. Kürək nahiyəsində, yəni döş fəqərarası disklərinin yırtığından danışsaq, nadir rast gəlinir yırtıqlara, əsasən yırtıq önü vəziyyətlər olur, protruziyalar, qabarmalar. Bu problemi isə belədir ki, deməli, döş nahiyədə sinir sıxılır, eyni qayda ilə və ağrılar başlayır. El arasında qılınc tutmaları deyilən bir məfhum var. O da həmin disk problemindən, yəni yırtıqdan qaynaqlanır və əsas əlamətlərdən yalançı ürək ağrısıdır. Xəstə dəfələrlə kardioloqa müraciət edir. Praktikada gördüyümüz odur ki, xəstə gəlib artıq 3 dəfə, 4 dəfə kardioloqa gedib, inanmadığı üçün. Və sonda zaten 4-cü kardioloq da bildirir ki, sizdə ürəkdə heç bir problem yoxdur. Yəni 3 məsləkdaş düzgün ifadə bildirib. Son olaraq nevroz diaqnozu qoyulur. Ki, deməli bu şəxs nevrozdur, olmadığı problemi üzə çıxardır. Və nevroz müalicəsi alır. Bunlar biraz yanlış metoddur. Çünki əgər ürək nahiyəsində ağrı ilə bu adam şikayət edirsə, bəli, nevrozda da ola bilər, təbii ki. Sadəcə diferensiyasiya etmək lazımdır ki, ürək problemi yoxdur, amma onurğada, fəqərarası disklərdə problem olma ehtimalı var. Dəyərləndirilir, varsa o müalicə olunmalıdır. Onunla da o keçib gedir. Biz buna praktikada rastlaşırıq. Bel fəqərarası disk yırtıqlarından danışsaq, bunlar biraz fərqlidir. Çünki qadınlar və kişilərdə həm eyni əlamətlər verir, həm fərqli əlamətlər gətirib çıxara bilir orqanizminə görə. Deməli, ümumi olaraq bel ağrısı verəcək. İnsandan insana dəyişir. Yerindən asılı olaraq oturanda ağrı olacaq. Yerindən asılı olaraq isə gəzəndə, hərəkət edəndə ağrı artacaq. Və yaxud pasiyent bildirəcək ki, mən uzananda ağrım olur, durub gəzirəm, otururam, rahatam. Və əksinə, uzananda ağrım yoxdur, oturanda, gəzəndə daha çoxdur. Bunlar bel fəqərarası disk yırtıqlarının əlamətləridir. Təbii ki, diferensiyasiya etmək lazımdır. Çünki bel fəqərarası disk yırtıqlarının yerinə görə ayaqlara belə yayılan ağrılar olur. Hətta, belə deyək, el arasında baldır nahiyəsində sanki bıçaq sancır. Bu şikayətlər olur. Yəni, aşağı ətraf əzələlərində ağrı şiddətlənir. Lakin belində ağrı hiss edəmir. Gedir, ayaqlarını doppler elətdirir, masaj elətdirir və heç bir nəticəyə nail ola bilmir. Və yoxlananda məlum olur ki, həmin şəxsdə bel fəqərarası diskin yırtığı var. Sadəcə yerinə görə, bəli, elə bir nahiyədə oturaq sinirin elə bir yerini sıxır ki, o ağrını ancaq ora verə bilər. Hətta ayaq baş barmağı keyə bilər. Bu formada ayağa yayılan ağrılar olur. Əsasən sağ və ya sol olur. Çox az hallarda hər iki tərəfli ola bilir. O zaman da mütləq şəkildə hər iki tərəflidirsə, yəni ayaqlarda ağrı, polineyropatiya dediyimiz sinir zədələnməsi ilə diferensiyasiya olunmalıdır. Çünki əlamətlər eynidir, amma xəstəliklər tamamilə fərqlidir. Onların müalicəsi də tamamilə fərqlidir.